Tutaq x hədəf olsun. O əvvəlcə yolun yarısını qaçır. Sonra deyirsə, daha sonra qaçdığı yolun yarısı qədər də qaçır. İdmançı biraz dincəldən sonra ilk dəfə müəyyənləşdirdiyi hədəf qədər daha qaçır. Bu idmançı cəmi 21 kilometr qaçdığı məlumdursa, yolun yarısının uzunluğunu tapın. Hə, uşaqlar deyə bilərsinizmi? Bax, bu idmançıdır. Özü üçün bir hədəf təyin edir. Yolun yarısını qaçır. Sonra isə həmən qaçdığının yarısı qədər qaçır. Daha sonra deyir, biraz durub dincəlir. Qoyduğu hədəf qədər yenə qaçır. Sonra x bölüşür. Aysa. Demək, mən x bilməmişəm ki, x qədər məsafəm var. Əgər bunu yarısını qədər qaçıramsa, x bölünsün. Sonra təyin edirəmsə, bu yarısını qaçsın, x bölünsün 4. Yəni